Bismillahirrahmanirrahim. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə əbəd. Qardaşlar, sual verir ki, İmam Əbu Davud rahimahullahın rəvayət etdiyi bir hədisdə Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur ki, insanların üzərinə elə bir zaman gələcək ki, faiz yeməyən heç kəs qalmayacaq. İnsan birbaşa faiz yeməsə belə, onun tozu bulaşacaq. Birbaşa faizlə məşğul olmasa belə, faizin tozu ona bulaşacaq. Sual verilir ki, bu hədisi necə başa düşək? Yəni, bu mümkündürmü? Necə mümkündür ki, bütün insanlar istəsə də, istəməsə də faizə bulaşacaqlar? Bu mümkündürmü? Bəli, mümkündür. Bu hədisi əslində Allah Rəsulu sallallahu aleyhi və səlləmin möcüzələri kimi də qiymətləndirmək olar. Möcüzələrindən biri kimi də qiymətləndirmək olar ki, axır zamanda baş verən hadisələrdən olacaq, qiyamətə yaxın olacaq hadisələrdən biri kimi də qiymətləndirmək olar. Çünki qardaşlar, həmin dövr demək olar ki, artıq gəlmişdir. Və bundan çox nadir insanlar bu faizə bulaşmadan yaşayan demək olar ki, çox nadir, tək-tük bir insanlar ola bilər, qala bilər. Yəni, bu necə mümkündür? Kapitalizmin bank sistemini, bankların necə işlədiyini az-küş bilən, bu barədə az-küş təsəvvürü olan adam bunu rahatlıqla anlayır. 1944-cü ildə, qardaşlar, Amerika Birləşmiş Ştatlarının Bretton Woods şəhərində 50-yə yaxın, təxmini 44-45 ölkənin nümayəndələrinin iştirakı ilə bir konferans təşkil olunur. Bir konferans qəbul olunur. Məqsəd nə idi? Müharibədən sonraki, 2-ci Dünya müharibəsindən sonraki dövrdə beynəlxalq ticarəti, iqtisadi əlaqələri sabit saxlamaq, təhlükəsizliyini təmin etmək, yeni bir maliyyə, valyuta sistemi qurmaq. Yəni, ən azı Amerika Birləşmiş Ştatları dünyanı inandırdı ki, sərvətinizi, maliyyənizi güvənlik altında saxlamaq istəyirsinizsə, dollardan istifadə edin. Dolları da qızıla sabitləyək. Lori dildə desək, mənim dollarımı qızıl gözündə görün. Yəni, həmin vaxt müharibədən yeni çıxan Avropanın və digər ölkələrin iqtisadiyyatı çox zəif idi. ABŞ isə çox güclü idi. Qızıl ehtiyatının böyük hissəsi onun əlindədir. Təxminən 20.000 ton qızıl ehtiyatı vardı. Yəni, Amerika Birləşmiş Ştatları adəti üzrə bu konferansda özünü xilaskar kimi göstərsə də, şəxsi maraqları daha çox idi, daha öndə idi. Yəni, mövzumuz bu deyil. Həmin vaxtı Amerika Birləşmiş Ştatlarının 35 dollar bir unsiya qızılı dəyərində hesablandı. Yəni, 35 dolların arxasında bir unsiya qızıl var idi. Bir fiziki dəyər var idi. Dolların, valyutanın bir qiyməti var idi, bir dəyəri var idi. Amerika Birləşmiş Ştatları istənilən vaxt dollara qarşı bu məzənnə ilə qızıl verməyi öhdəsinə götürdü. Yəni, dedi ki, mənim dollarımdan istifadə edin. Dollar dünya bazarında istifadə olunan beynəlxalq bir valyuta idi. Nə zaman istəsəniz həmin dollarlarımı versəniz, mən sizə onun əvəzində qızıl verəcəm. O miqdarda qızıl verəcəm. Ancaq 1971-ci ildə ABŞ prezidenti Richard Nixon dolların qızıl ilə dəyişdirilməsini dayandırdı. Və bu da Bretton Woods sisteminin sonunu gətirdi. Artıq bu konferans, bu anlaşma, bu müqavilə ləğv olundu. Yəni, beləliklə, sabit məzənnə sistemi tədricən yerini üzən məzənnə sisteminə verdi. Yəni, 1971-ci ilə qədər digər valyutalar dollara, dollar isə qızıla sabitlənirdi. Qızılla, onun dəyəri qızılla ölçülürdü. Yuxarıda dediyim kimi, 35 dollar bir unsiya qızıl dəyərində idi. İstifadə edilən pul vahidlərinin bir dəyəri var idi. Yəni, qızıl ilə bir dəyər qazanırdı. İndi isə, qardaşlar, artıq əlimizdə istifadə etdiyimiz pulun əslində bir kağız parçasından heç bir fərqi yoxdur. Onların arxasında birbaşa fiziki dəyər, məsələn, qızıl ehtiyatı falan yoxdur. 1971-ci ildən sonra bu sistem nə oldu? Çöktü. Artıq bizim istifadə etdiyimiz pulların arxasında dayanan heç bir dəyər yoxdur. Sadəcə rəngli bir kağız parçasıdır. Yəni, bir fiziki dəyər dayanmır onun arxasında. Yəni, bu pulları, hal-hazırda bizim istifadə etdiyimiz bu pulları dəyərli edən yalnız dövlətlərin vətəndaşa verdiyi etimaddır. Buna fiat pul sistemi deyilir. Yəni, dövlət tərəfindən qanuni ödəniş vasitəsi kimi həmin pullar qəbul edilir, amma öz-özlüyündə daxili dəyəri yoxdur. Daxili dəyər daşımayan bir kağızdır.
Yəni məsələn, qızıl öz-özlüyündə daxili bir dəyərdir. Qızıl öz-özlüyündə bir dəyərdir. Amma bu pulların öz-özlüyündə heç bir dəyəri yoxdur. Bir kağız parçasıdır. Sadəcə dövlətlər həmin kağız parçasını qanuni alış-veriş valyutası kimi, alış-veriş səbəbkarı deyək, alış-veriş vasitəsi kimi qəbul edirlər. Ondan görə də vətəndaşlar ondan istifadə edir. Bəs sistem necə işləyir? Dövlətlərin mərkəzi bankları həmin kağız parçalarını, həmin pulları buraxırlar, istehsal edirlər. Onların yeganə xərci rəngli kağız istehsal etməkdir. Bu buraxdığı pulu dövrəyə buraxmaq üçün ticarət banklarına borc verirlər. Buna ticarət bankı da deyə bilərsiniz, kredit bankları da deyə bilərsiniz. Həmin mərkəzi banklar istehsal etdiyi pulları ticarət banklarına borc kimi verirlər. Yəni təbii ki, üstünə faiz qoyaraq. Ticarət bankları mərkəzi bankdan faizlə borc alır. Nə üçün alır? Özü də faizlə digər insanlara, şirkətlərə, fərdi sahibkarlara, holdinglərə və s. faizlə pul vermək üçün. Məsələn, mərkəzi bankdan 5% ilə 100 manat pul götürülür. Hər hansı bir ticarət bankı, kredit bankı mərkəzi bankdan pul götürür. 100 manat götürür 5% müqabilində. Yəni 100 manat ver, sənə 105 manat və yaxud 110 manat qaytaracam deyə borc pul götürür. Sonra həmin pulu yuxarıda saydığım kəslərə 10% ilə verir. Məsələn, Əhməd gəlir, deyir, mən market açmaq istəyirəm, mənə falan qədər pul ver. Başqası gəlir, deyir, mən ferma açmaq istəyirəm, mənə falan qədər pul ver. Biri gəlir, maşın almaq istəyir, biri nəsə bir dərdinə dərman olmaq istəyir, biri qızını köçürmək istəyir, cehiz almaq istəyir və s. və ilaxır. Beləliklə, bu pul mərkəzi bankdan ticarət banklarına, ticarət banklarından market müdürlərinə, ferma işçilərinə, təsərrüfatçılara və s. və sıradan insanlara, onlardan da bizə gəlib çatır. Yəni, biz birbaşa gedib banklardan faizlə pul götürməsək belə, bizə gəlib çatan pullar mütləq və mütləq faizlə banklardan götürülmüş pullardır. Yəni, təkrar edirəm, həmin pullar, bizim əlimizə gəlib çatan pullar mərkəzi bankdan, yəni bütün dövlətlərdə demək olar ki, yəni biz sıra Səudiyyə Ərəbistandakı və yaxud İrandakı az-küş 1-2 bankı çıxmaq şərti ilə, hansı ki, onlar faizlə yox, digər şərtlərlə pul verirlər. Alış-veriş kimi, şəriklik kimi və s. İndi o mövzu deyil. Dünyanın 99,9%-də sistem bu şəkildə işləyir. Ölkələrin, dövlətlərin mərkəzi bankları istehsal etdikləri, buraxdıqları pulu kreditlə, faizlə ticarət banklarına, kredit banklarına verir. Onlar da üzərində daha çox faiz qoyaraq nə edir? Dövrəyə buraxır. Və bizim istifadə etdiyimiz pullar həmən pullardır. Yəni, hal-hazırda bizim əlimizdə 100 manat varsa, sənin əlində 100 manat varsa, o 100 manat mütləq və mütləq mərkəzi bankdan, misal çəkirim, 105 manat müqabilində kredit banklarına, ticarət banklarından da 110 manat müqabilində, yəni üzərinə 10% qoyularaq kiminsə götürdüyü puldur. Həmin sənin əlinə gəlib çatan pul mütləq və mütləq kiminsə bankdan faizlə götürdüyü puldur. İkinci bir yolu mümkün deyil. Sənin əlinə gəlib çatan pul ikinci bir şəkildə gəlib çatması mümkün deyil. Və bu dediyim kimi dünyanın 99%, bəlkə daha çox dünyada bu sistem bu şəkildə işləyir. Bu da təbii ki, Allah Rəsulu sallallahu aleyhi və səlləmin dediyi hədisin həyata keçdiyinin, artıq baş verdiyinin demək olar ki, bir nümunəsidir. Yenə də ən doğrusunu Allah bilir. Sübhanəkə Allahumma və bihamdik əşhədu ən la ilahə illə ənt əstəğfiruka və etûbu ileyk.